kaç bir məclis qura bilərdik. Əsrlərin o tayından şairlərimiz, aşıqlarımız, sənətkarlarımız cənnət zəngəzü Göyçüyə, Dərələyzə təşrif buyurardılar. Mən inanıram ki, indi onların ruhu burada bizimlədir. 18 iyun 2026-cı il. Bugün Ordubad şəhərində Qərbi Azərbaycana qayıdış Kongres festivalı keçirilir və biz də bu festivalda iştirak edirik. Gözlə bizi Qərbi Azərbaycanım, gəlirik. Gözlə bizi Qərbi Azərbaycanım, gəlirik. Gözlə bizi Qərbi Azərbaycanım, gəlirik. Gözlə bizi Qərbi Azərbaycanım. Bir tane şey gönder. Bir daha işlerine kasımdan. Veda hemen tutar. Yok, hepsi verecekti. Allah'a dost diyecek. Bana bak, bana bak, bana. Bayramımız mübarek. Milletler içinde çekim var benim. Tarixim, keçmişim, köküm var benim. Namustan, geyretten yüküm var benim. Ben esil el oğlu, yurt balasıyam. Döyüşe gidende zengiyem, zengem. Kılıncam, kalkanam, topam, tüfengem. Demirem aslanam ya da felengem.
Mən əsil el oğlu qurd balasıyam. Mən Maşallah. əsil el oğlu qurd balasıyam. Maşallah. Bugün akşam görüntü tedbiri hesablayabilir. Yönetici Azerbaycan'da ilk defa olarak Nakçıvan'da Gərbi Azərbaycan'a Qardaş Festival tanıtması kesilir. O ata-babalarımızın ocağı, nenelerimizin layması, sazımızın, sözümüzün yaddaş yurt yeridir. Büyük Önder Heydər Əliyevin böyle bir kelamı vardı. Biz öz tarihi torpaqlarımızı hiç zaman unutmadık ve unutmayacağız. Bugün Prezident Ali Başkan Mandarin Əməli müəyyən etdiği qayıdış konsepsiyasıyla həmin tarihi yaddaş yeni bir mərhələyə qədəm qoyur. Şeker satacak, Türk'ün torpağı, Türk oğlu elem, vatanperver. Yaşasın Turan, var olsun Turan, Türk'ü korusun can yaradan. Biz vətəndən danışırıq. Beləliklə də Ordubadda keçirilən Qərbi Azərbaycana qayıdış festival konqrensi yekunlaşdı.